Videoya başlamamışdan əvvəl sizi təbrik etmək istəyirəm. Çünki HTML haqqında öyrənməli olduğumuz konseptlər, elementləri demək olar yekunlaşdırmış sayılırıq. Bu son 2 videoda isə biz internetdən bir layihə tapacağıq. Daha sonra bu layihədə öyrəndiklərimizi tətbiq edəcəyik. Bununla da həm öyrəndiklərimizi möhkəmləndirmiş olacaq, həm də yeni bəzi, bəlkə daha əvvəl tanış olmadığımız konseptlərlə, elementlərlə tanış olma fürsəti əldə edəcəyik. Gəlin başlayaq. Dərsimizin alt başlıqlarından biri Figma nədirdir? Figma developerlar üçün və dizaynerlər üçün nəzərdə tutulmuş bir proqram təminatıdır. Web əsaslıdır. Yəni bir növ Figma aləti arxa planda brauzer istifadə edərək işləyir və elə buna görə də brauzer vasitəsilə də Figma-nı rahatlıqla istifadə etmək olur. Figma biz developerlara, digər tərəfdən web developerluğu öyrənən sizlərə, çünki Figma proqramı brauzerdə nə dərəcədə mürəkkəb proqramların hazırlanması baxımından da webə, ümumiyyətlə ekosistemə nümunə ola bilər. Biz də bir web developer olaraq Figma ilə fəxr etməliyik. Çünki kifayət qədər yaxşı alətdir və öz rəqiblərinə əsasən web əsaslı işləyir. Figma ilə daha ətraflı tanış olmaq üçün figma.com saytına daxil oluram. Figma saytında gördüyünüz kimi belə bir motion dizayn var. Bu motion dizaynda bizə Figma-nın necə sadə bir alət olduğu göstərilir. Həqiqətən də Figma olduqca sadə və işə yararlı bir proqram təminatıdır. Bu səhifədə eyni zamanda prototip hazırlanmaqla bağlı nümunə göstərilir. Prototip nədir? Prototip ümumiyyətlə həm real məhsul developmentunda, həm də digital məhsulların hazırlanmasında istifadə olunur. Gəlin əvvəlcə real sahədən bir nümunə verim. Misal üçün kütləvi formada bir maşın istehsal etməmişdən əvvəl həmin maşının prototipi hazırlanır. Yəni bir növ gələcəkdə istehsal ediləcək maşının əvvəlcədən nümunə formaları hazırlanır və həmin nümunə formaları istehsal olunacaq maşına maksimum oxşadılır. Və bununla da maşının nə dərəcədə uğurlu olub olmadığını istehsal prosesinə başlamamışdan əvvəl müşahidə etmək mümkün olur. Eyni zamanda digital məhsullar üçün də bu anlayış mövcuddur. Digital məhsulların prototipi isə Figma kimi alətlər vasitəsilə hazırlanır. Bir növ developer web tətbiqi hazırlanmamışdan əvvəl müştəriyə məhsul təhvil verilə bilir və müştəri məhsulun demək olar ki, mobil tətbiqdə necə istifadə edəcəksə və ya brauzerdə necə istifadə edəcəksə o formada istifadə edə bilir. Və bütün bunları developer işə başlamadan edir. Və əgər müştəri nəyisə bəyənməsə, o mərhələdə dəyişdirməyi çox daha rahat olur. Buna görə Figma bu baxımdan da yaxşı alətdir. Figma tətbiqinə daxil olmaq üçün yuxarı sağ tərəfdə olan Get Started for Free düyməsinə klikləyirəm. Kliklədikdən sonra belə bir pəncərə açılır. Burada Continue with Google düyməsinə klikləyirəm və Google-a daxil olmaq istədiyimi deyirəm. Sol tərəfdə açılan pəncərədə daxil olmaq istədiyim e-maili seçirəm. Sizdə bir neçə e-mail çıxa bilər. Bu e-maillərdən hansını development sahəsində istifadə etməyin daha uyğun olduğunu düşünürsünüzsə, onu seçə bilərsiniz. Seçdikdən sonra yeni bir pəncərə açılır. Bu açılan pəncərədə isə bir növ Figma ilə Google əlaqələndirirəm. Google-a mənim sadə məlumatlarımı Figma ilə paylaşması üçün icazə verirəm. Daha sonra belə bir pəncərə açılır. Bu pəncərədə bizdən adımız soruşulur. Adımızı qeyd edirik. Adımızı qeyd etdikdən sonra Figma-nı hansı məqsəd üçün istifadə etməyimiz soruşulur. Biz Figma-nı öyrənmə məqsədini istifadə edəcəyik. Buna görə Learning Design-ı seçirəm və Continue düyməsinə klikləyirəm. Daha sonra açılan səhifədə isə sahəmizi soruşur. Bizim sahə proqram təminatı olduğuna görə software development-u klikləyirəm. Daha sonra bizdən Figma-ya hansısa dostumuzu dəvət edib etmək istəmədiyimizi soruşur. Bu səhifə istəyə əsasən bir səhifə olduğu üçün aşağı hissədə Continue düyməsinin yanındakı Skip düyməsinə klikləyirəm. Bir növ bu mərhələni keçmiş oluram. Daha sonra bizdən Figma-nı daha əvvəl istifadə edib etmədiyimiz soruşulur. Cavablarda birinci istifadə etdiyimiz, hətta çox istifadə etdiyimizdir. İkincisi bir neçə dəfə istifadə etdiyimizi bildirir. Sonuncu isə birinci dəfə istifadə edəcəyimizi bildirir. Mən daha əvvəl istifadə etmişəm. Buna görə ikinci düyməni seçərək Continue düyməsinə klikləyirəm. Daha sonra isə bizdən Figma-nı ödənişli yoxsa ödənişsiz istifadə etməyimiz soruşulur. Bizim istifadə təyinatımıza əsasən ödənişsiz paket kifayətdir. Buna görə mən ödənişsiz formada istifadə edəcəyimizi bir növ Starter paketini istədiyimizi klikləyirəm və davam et düyməsinə klikləyirəm. Yeni açılan səhifədə isə bizdən Figma-nı birinci dəfə nə üçün istifadə edəcəyimiz soruşulur. Siz Design with Figma deyə bilərsiniz və ya bu səhifəni ümumiyyətlə keçid edə bilərsiniz. Keçid etdikdən sonra artıq Figma tətbiqinə daxil olmuş olduq. Gördüyünüz kimi Figma artıq 3 layihə yaradıb və bu layihələri bizim bir növ iş sahəmizə daxil edib. Lakin biz Figma-nı nəyisə dizayn etmək üçün istifadə etməyəcəyik. Ən azı bu mərhələdə bu məqsədlə istifadə etməyəcəyik. Biz Figma-nı daha çox dizaynerlərin hazırladığı məhsullarla tanış olmaq üçün istifadə edəcəyik və bir növ proqramlaşdırma bacarıqlarımızı tətbiq etmək üçün istifadə edəcəyik. Buna görə də xoşbəxtlikdən Figma-da belə bir özəlliyi var ki, dizaynerlər hazırladıkları dizaynları ictimai olaraq paylaşa bilirlər və başqa developerlar da həmin dizaynları istifadə edə bilir. Bunun üçün biz sol aşağı hissədə olan Explore Community düyməsinə klikləyirik və açılan pəncərədə istəyimizə əsasən axtarış verə bilirik. Mən axtarış pəncərəsinə Simple Website açar sözünü daxil edəcəm və onun əsasında axtarış edəcəm. Axtarışın nəticəsində Figma bizim üçün çoxlu website dizaynları tapdı. Bunlara siz özünüz ətraflı baxa bilərsiniz. Mən School Sound layihəsini bizim hazırki istifadə məqsədi üçün uyğun hesab edirəm. Buna görə bu dizayn
dizaynın ətraflı səhifəsinə daxil oluram. Daxil olduqdan sonra isə bu dizaynı Figma tətbiqində açmaq üçün Open in Figma düyməsinə klikləyirəm. Artıq Figma səhifəsində dizaynı açdıq. Figma tətbiqini ilk dəfə açdığımız üçün Figma bizdən müəyyən pəncərələrlə özü ilə tanış olmamızı istəyir. Bu pəncərələrdə bağlama düyməsinə klikləyərək bağlaya bilərsiniz və ya tanış ola bilərsiniz. Tanış olduqdan sonra isə sol tərəfdəki sidebardan File düyməsinə klikləməyinizi istəyirəm. Kliklədikdən sonra isə Pages bölməsindən Template səhifəsinə keçməyinizi istəyirəm. Artıq bu səhifəyə keçdikdən sonra Figma-dakı dizaynımızla tanış olursunuz. Gördüyünüz kimi olduqca sadə və gözə oxşayan bir dizayndır. Biz bu dərsdə bu layihəni işləyəcəyik. Lakin diqqətinizə çatdırmaq istəyirəm ki, biz hələ CSS-i öyrənməmişik. Ona görə bu gördüyünüz səhifə bizim üçün biraz uzaqdır. Biz daha çox mənim indi sizə göstərəcəyim şəkildəki kimi bir səhifə yaradacağıq. Lakin narahat olmayın. Çox yaxın müddətdə biz CSS haqqında da öyrənəcəyik və CSS-i də öyrəndikdən sonra bu səhifəni demək olar bu formada düzəldə biləcəksiniz. İndi isə Figma haqqında biraz danışaq və Figma-nı developerlar olaraq necə istifadə edirik onu öyrənək. Gördüyünüz kimi səhifənin aşağı hissəsində belə bir ikon var. Bu adlanır Developer Mode. Figma eyni zamanda developerlar tərəfindən istifadə olunmaq üçün düzəldilmiş bir proqramdır. Lakin bu Developer Mode funksionallığı ödənişli plana daxildir. Bir növ bu mərhələdə biz onu istifadə edə bilmirik. Lakin mən sizə gələcəkdə onunla necə istifadə edilir, onunla bağlı da videolar çəkib göstərəcəm. Lakin Developer Mode olmadan da biz developerlarla Figma-nı kifayət qədər effektiv istifadə edə bilərik. Developer Mode isə bir növ bizim bəzi işlərimizi rahatlaşdırır. Misal üçün bizə hazır CSS kodları verir və ya dizaynla bağlı məlumatları daha yaxşı göstərir. Developer modla tanış olduqsa, indi gəlin Figma haqqında sizə başqa funksiyalıqlar haqqında danışım. Misal üçün burada gördüyünüz bu şəklə bizim bu səhifəni hazırlayan zaman ehtiyacımız olacaq və bu şəkli biz Figma-dan bir növ çıxartmalıyıq. Bunun üçün əvvəlcə bu hissəyə klikləyirsiniz, daha sonra bir də klikləyirsiniz. Gördüyünüz kimi indi artıq həmin səhifənin içində olan bir başqa konteyneri, bir başqa boksu seçdi. Bir daha klikləyirik. Şəkli seçənə qədər klikləyirik. Artıq gördüyünüz kimi şəkli seçə bildim. Şəkli seçdikdən sonra sağ tərəfdə Export düyməsinə klikləyib buradan həmin şəkli eksport edə bilirsiniz. Export'a klikləyirik və eksport edə bilirik. Eksport edərkənsə burada keyfiyyətini qeyd edə bilərsiniz. Misal üçün mən 2x olaraq eksport edəcəm. Eksport edirəm. Bu arada bir də seçək. Kliklədikdən sonra bu hissəni açırıq və gördüyünüz kimi bizim şəklimiz artıq yüklənib. Mən daha əvvəldə bu şəkli yükləmişdim. O isə budur. Burada isə nisbətən daha aşağı keyfiyyətdədir. Şəkli kompüterə yüklədikdən sonra bizim bu layihəni işləmək üçün bir qovluğa ehtiyacımız olacaq. Mən iş sahəsində yeni bir qovluq yaradıram. Layihənin adını qoyuram. Layihənin adı isə bizdə School Sound-dur. Bu adı da biraz əvvəlki səhifədən ilə görə bilərsiniz. Gördüyünüz kimi burada School Sound. Və daha sonra bu layihəyə başlamaq üçün bu qovluğu VS Code-da açmalıyıq. Bunu açıram bu formada. Açıldıqdan sonra isə bizim biraz əvvəl yüklədiyimiz şəkli bura gətirməyə ehtiyac olacaq. Bunun üçün mən qovluğu açıram. Qovluqdan həmin şəkli bizim iş sahəsinə daxil edirəm. Bunu daxil etdikdən sonra index.html sənədinizi yarada bilərsiniz və artıq işə başlaya bilərsiniz. Mən bu videonu burada saxlayacağam. Çünki bu layihəni əvvəlcə özünüz etməyinizi istəyirəm. Hansı formada etməyinizin fərqi yoxdur. Yəni çox mükəmməl etməyinizə ehtiyac yoxdur. Daha əvvəl sizə göstərdiyim təxminən bu səhifədəki kimi bir görüntü almağa ehtiyac var. Lakin bunun tam eynisini almaya da bilərsiniz. Buna yaxın və ya bundan daha yaxşı və ya bundan daha zəif bir görüntü də ala bilərsiniz. Əsas odur ki, işləyin, özünüz bu problemlərin üzərindən bir dəfə keçin. Daha sonra növbəti videoda biz bu layihəni birlikdə işləyib tam formada hazır eləyəcəyik. Yenə deyirəm, tam formada dediyim sadəcə HTML kodlarının bizə imkan verdiyi qədəri ilə hazır eləyəcəyik. Artıq layihəyə başlaya bilərsiniz. Uğur olsun.